Möhtərəm müsəlmanlar, Qərb dünyası istəyir ki, biz onların bayramlarını qeyd edək. Lakin onlar bizim bayramlarımızı qeyd etmirlər. Biz elə bu məqamda sual vermək istəyirik. Məgər siz müsəlmanın bayramını qeyd edən hansısa xristiyan görmüsünüzmü? Elə isə biz müsəlmanlardan bunu niyə tələb edirlər? Və ya biz müsəlmanlar niyə bunu etməliyik? Onda xristiyanlardan da müsəlmanların bayramını qeyd etmələri tələb olunmalıdır. Təəssüflər olsun ki, hamı müsəlmanlardan soruşur. Niyə siz bu bayramı keçirmirsiniz? Niyə qeyd etmirsiniz? İslama tabe olmaq, peyğəmbərə tabeçilik sözlə qurtarmır. Bu, əməldə də özünü göstərməlidir. İslam alimləri qeyd edirlər ki, qeyri-müsəlmanların bayramlarını qeyd etmək günah və düşmənçilikdə yardımlaşmaqdan sayılır. Çünki Allahu Teala Quran-ı Kərimdə belə buyurmuşdu. Günah və düşmənçilik üzərində bir-birinizə köməklik göstərməyin. Maidə surəsi 2-ci ayə. Onlar müsəlmanlara düşmənçilik edirlər. Biz də gedib onların bayramlarını qeyd ediriksə, bu çox təhlükəli bir əməldir.